Demokratiyadan, insan haqlarından, dəyərlərdən dəm vuran Avropanın növbəti dəfə iç üzü açılıb. Bundan da Avropa siyasətinin nə qədər çürük olduğu görünür. Belə ki, Azərbaycan mediasında yayılan video görüntülər Avropa təsisatlarında erməni lobbisinin fəallığının və Avropa İttifaqının yüksək rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını ortaya qoyur. Söhbət BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luisa Campo və onun oğlu Thomas'ın əks olunduğu video görüntülərdən gedir. Luisa Campo erməni lobbisinin maliyyəsi ilə Azərbaycan əleyhinə kampaniyaların hər zaman baş icraçılarından biri olub, onların sifarişlərini yerinə yetirib. Hazırda biz mövzunu bu kontekstdə davam etdiririk. Studiyada qonağım millət vəkili Azay Quliyevdir. Azay mənim, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Təşəkkür edirəm. Çox sağ olun və həmin məlum videoda söhbət zamanı Josep Borrell mənim komandamın üzvüdür. Məhz Luisa Campo orada bunu deyir. Ümumiyyətlə bu nə dərəcədə təəssüf doğurdu, yəni təəccüb doğurdu? Yəni biz buna təəccüblənə bilərikmi? Məhz Josep Borrellin də bu komandada olmasına? Qətiyyən təəccüblənə bilmərik. Zaten Josep Borrell özünün 5 illik Avropa İttifaqında tutduğu yüksək vəzifə dövründə Azərbaycanla bağlı çox qərəzli, çox məhəssəl deyərdim peşəkarlıqdan uzaq siyasət sərgiləmişdi və o vaxtda təsadüf edirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edirdi və Azərbaycan bölgədə bütövlükdə sülh və əmin-amanlığı yaradırdı və bunun fəaliyyətində biz həmişə Azərbaycana qarşı bir qərəzin olduğunu, hətta bir nifrətin olduğunu, təkcə Azərbaycan deyildi, burada da Türkiyə də hədəfdəydi və onun sanki kənar qüvvələr tərəfindən idarə olunduğu və onun bütövlükdə siyasi fəaliyyətində bu bölgə ilə bağlı ayrıca bir missiyanın qarşısına məqsəd kimi qoyulduğu hiss olunurdu. Və indi bilirsiniz, bu Ocampo deyilən bu şəxsin bu video görüntüləri o qədər maraqlı bir faktları ortaya çıxartdı. Biz dəfələrlə deyirdik ki, Avropa parlamentində ABŞ-ın ayrı-ayrı deməli dinləmələrində, o cümlədə ümumiyyətlə Azərbaycanla bağlı qərəzli qəbul olunan qətnamələrin arxasında korrupsiya dayanır. Bu təkcə korrupsiya deyil, eyni zamanda geosiyasi maraqlar uğrunda gedən mübarizənin, necə deyərlər, elementləri dayanır. Və bu hadisəni biz bir daha ki, o kompanın dilindən biz bunu eşitdik, video görüntülərdən, faktlardan üzrə çıxdı. Deməli, biz artıq bütün bu mənzərə tam bizə aydın oldu. Bizə onsuz da aydın idi. Yəni, dövlətə, bu işlə məşğul olan siyasətçilərə bu tamamilə aydın idi. Amma bizim adi vətəndaşlar... Müxtəlif vaxtlarda biz bu cür halları bunu epizodu yox. Özəlliklə mən burada qısa olaraq bu bir xülasə edəcəm. Və bu onu göstərdi ki, bu mən niyə bunu deyirəm? Bizim vətəndaşlar da, ümumiyyətlə bizə baxanlar da bir daha buna əmin olsa, hətta Ermənistan özü də, erməni xalqı da bir daha əmin oldular ki, olmalıdırlar ki, bu haykü, bu cəmfəşanlıq heç də erməni xalqının xoşbəxtliyi üçün deyilmiş. Azərbaycana qarşı olan bu təzyiqlər heç də regionda olan o əmin-amanlığın yaranması, güya insan haqlarının qorunması məsələdən deyilmiş. Bunun arxasında konkret əməllər var. Məsələn, onlarda bu həmin o video etirafda da oldu. Orada 3 əsas ciddi bir faktor qeyd etmək lazım. Birinci, bəlli oldu ki, Ocampo və onun ətrafında olan bu şəxslər, bunlar sadəcə oraya bir korrupsiyalaşmış bir elementlər deyirlər. Bunlar konkret qarşılarına məqsəd qoymuş və konkret Ermənistanda hakimiyyəti dəyişmək kimi bir çirkin bir planı qarşısına qoyan, ölkədə, yəni Cənubi Qafqazda yenidən nifrəti, yenidən o etnik əsasda qarşı durmanı körükləyən bir siyasəti qarşısına qoyan bir cinayətkar və mən deyək, hətta bir siyasi baxımdan avantura ilə məşğul olan bir şəbəkədir. Bu şəbəkənin qarşısına qoyulan məqsədlərə biz baxın. Bir, Dağlıq Qarabağ ermənilərini biz yerində səfərbər etməliyik. Orada onun oğlu deyir, biz bu gün elə bir görüş keçirdik. Qarabağla bağlı, ermənilərlə bağlı olan aktivistləri, siyasətçiləri, media nümayəndə, hətta iş adamlarla görüşdük və gələcək biz fəaliyyətimizi müəyyənləşdirdik ki, yerində necə Qarabağ məsələsini gündəmə gətirək, Dağlıq Qarabağda olan ermənilər hüquqlarını necə bərpa edək və beləliklə yerində əvvəlki münaqişə vəziyyətini yaradaq. İkinci
etiraf olundu ki, biz artıq Avropa İttifaqının Azərbaycanla bağlı imzaladığı müqavilənin ləğv olunması üçün Avropa Ədalət Məhkəməsinə müraciət etmişik. Bununla bağlı iş aparırıq, müxtəlif bəhanələr burada uydururuq ki, Azərbaycanda insan haqlarından bağlı məsələlər burada müqavilədə əks olunduğu kimi həyata keçmir və s. Və burada əsas məqsəd nədir? Bugün sual olunur, məsələn, bu Avropa İttifaqı ilə imzalanmış o qaz enerji müqaviləsinin ləğv olunması kimdən maraqlıdır? Təkcə erməni lobbisi mi? Yox. İndi gələk üçüncü məsələyə. Bugün Ermənistanda hakimiyyətin devrilməsində, Paşinyan hakimiyyətinin uzaqlaşdırılmasında açıq çağırışlar var. Bəli, çağırışlar. Kim maraqlıdır? Və niyə bugün Paşinyan hakimiyyəti və Azərbaycan dövləti hədəfə gətirilir? Ona görə ki, bugün bölgədə olan sülh prosesi hansı ki uzun müddətdir ki, biz bunu üzərində işləyirik, onların marağında deyil. Kimin marağında? Adlarını çəkək burada. İlk növbədə erməni diasporanın marağında deyil. Niyə marağında deyil? Çünki bugün münaqişənin mövcud olmağı, bu qarşıdurmanın mövcud olmağı, soyqırım narrativlər mövcud olmağı o deməkdir ki, erməni diasporu bu narrativlərdən yaşayır. Əgər buna mövcud olmasa, onların siyasi mövcudluğuna ehtiyac qalmayacaq. Çünki bugün həmin erməni lobbilər ora gedib pul toplayırlar, yaxud da təzyiq edirlər. Nəyə görə ki, orada Qarabağ ermənilərinin, nə bilim, hansısa ermənilər hüquqları pozulub, nə vaxtsa güya dırnaqla soyqırıb, urf və s. İkinci, bu sabitlik, necə deyirlər, sülh əmin-amanlıq kimi işinə yaramır. Rusiyanın. Ona görə də orada da qeyd olunur. Dəfələrlə biz bilirik ki, Avropa İttifaqı ilə, Avropa Parlamentlə bağlı olan bütün bir çox hallarda Rusiyanın bu və digər formada iştirakı, Rusiya tərəfindən maliyyələşməsi açıq şəkildə göstərildi. Və burada maliyyələşdirən kimlərdir? Bayaq orada qeyd etdik. Samvel Karapetyan, Ruben Vardanyan. Ruben Vardanyanla bağlı biz çox danışmışıq. Bilirik ki, hələ Okampo kimi bu siyasi avanturistin hələ 2023-cü ildə bir güya ki, Qarabağda soyqırımla bağlı bir rəy hazırlanmışdı. Hələ bu vaxtda, hələ o vaxtı bilirsiniz ki, Ruben Vardanyan bizim bu işğal altında olan ərazimizdə idi və orada bunu açıq şəkildə maliyyələşdirirdi. Və bu proses indi artıq özünü göstərməyə başladı və artıq ona yeni bir dalğa başlatdılar. Və bir də Samvel Karapetyan. Samvel Karapetyan, Ruben Vardanyanın əsas məqsədi nə idi? Həm Azərbaycanda vəziyyəti qarışdırmaq, yəni bizim o keçmişdə, o işğal altında olan ərazimizdə, Qarabağda, həm də Ermənistanda hakimiyyət dəyişənlər olmaq. Və bütün bunlar hamısı da sinxron olaraq Rusiyanın digər qüvvələri tərəfindən də dəstəklənirdi. Yəni, bütün bunlar hamısı o qədər açıq və net olaraq ortadadır ki, bunu artıq gizlətmə, açıq danışmaq lazım. Bunu gizlətməyə də ehtiyac yoxdur. Və indi gələk burada olan digər etiraflara. Siz sual verdiniz ki, Borel'lə bağlı. Baxın, bu adam o qədər özünə güvənir ki, Okampo. O qədər buna, sanki Borel bunun əlinin altında bir, necə deyərlər, bir tapşırığı icra edən, bunun nə bilim, bütün sifarişlərini icra edən bir şəxsdir. Və nə deyir? Deyir, Borel vasitəsilə mənim orada Avropa Parlamentində adamlarım var. Borel Avropa Parlamenti üzvü deyil, bilirsiniz də, 2024-cü ildən sonra o hakimiyyətdən getdi. Düzdür, 2007-ci il Avropa Parlamentinin prezidenti olubdur. Həm də o Avropa Komissiyasının xarici siyasət üzrə ali komissar olduğuna görə təbii ki, birbaşa Avropa Parlamentində işləyir və parlament deputatları ilə də onun çox sıx əlaqəsi var. O kompaniya nə deyir? Deyir, mən Borel vasitəsilə oradakı bütün əlaqələrimi işə salmağa hazıram. Bu təzə söhbətdir. Bu, yəni bir ilin, 5 ilin söhbəti deyil. Və bununla da Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə mən təhsil edə bilərəm, təzyiq edə bilərəm, suallar qaldıra bilərəm. Bunlar da adı keçir orada. Və istədiyimizə nail ola bilərik. Açıq şəkildə bilirsiniz, bütün bunlar hamısı, bu yeniden bu təkcə korrupsiya məsələsi deyil, bu açıq cinayətdir. Bu pulla, korrupsiyayla siyasətçiləri ələ alaraq onların deməli böyük bir qurumun, Avropa Komissiyası kimi bir qurumun siyasətinə təsir etmək cəhdidir. Yaxud da Ermənistanda indi bizdən o münasibətlər özcədir, amma faktiki olaraq bir dövlətin seçilmiş bir hakimiyyətinə qarşı konkret olaraq bir şəbəkə qurmaq, təşkilatlanmaq, bunu dəyişmək kimi bir hakimiyyət dəyişikliyində hakimiyyəti zorla hətta deyərdim ki, devrilməsində bir iştirak var. Bu artıq cinayətdir. Bu sadəcə bir korrupsiya halı deyil. Ona görə də əlbəttə bu fakt ortaya çıxandan sonra bizim gözləntimiz nədir? Gözləntimiz odur ki, Belçikanın müvafiq qurumları
dərhal hərəkətə keçməlidir. Bu faktı Yəni araşdırıb keçəcəklərmi? Araşdırılacaqmı? Əsas məsələ odur. Mənə belə gəlir ki, bax biz bunu təsadüfən qaldırmırıq. Mənə belə gəlir ki, burada vəziyyət əvvəlki kimi deyil. Çünki burada söhbət edir ki, Azərbaycan hədəf götürülməyibdir. Burada Ermənistan birbaşa hədəf götürülübdür. Mən şübhə etmirəm ki, indi ola bilsin seçkilərə qədər Ermənistan hakimiyyəti bundan bağlı hər hansı bir addım atmayacaq. Çünki bu o qədər də siyasi baxımdan belə deyək, doğru addım qərar olmaz. Amma seçkilərdən sonra mən düşünürəm ki, indi biz ümid edək ki, nəhayət Cənubi Qafqazda bir dəfəli sülhün əldə olunması üçün erməni xalqı ağıllı qərar qəbul edəcək və Paşinyanı, yəni sülhü dəstəkləyəcəkdir. Və bundan sonra mütləq şəkildə bu məsələ qayıdılacaqdır. Və bu elə belə olmamalı. Çünki mən yenə deyirəm, orada adları çəkilməyən çoxlu adamlar da var. Burada Avropa Parlamentinin üzvləri də var. Orada siyasi qruplar var, İPP var, sosial demokratlar var, yaşlılar var və s. var. Onların özləri və onların, mən o sistemi azdan çox da bilirəm, oradakı olan siyasi qruplar, onların katiblikləri var, onların işçiləri var, onların köməkçiləri var. Onlar bu şəbəkənin içindədirlər. Məsələn, siz xatırlayırsınız, 2022-ci ildə Avropa Parlamentinin vitse-spikeri Yunanistan'da olan Kayla qarşı böyük bir şey yaranmışdı. Yani yaranmışdı, artıq konkret olarak sübut olundu. Qatargate deyilən bir cinayət işi açılmışdı. Qatargate neydi? Dünya çempionatının Qətərdə keçirilməsi məqsədi ilə konkret olaraq Avropa Parlamenti vitse-spikeri Yeva Kayl adında şəxs, Yunanistanın deputat, konkret olaraq rüşvət almışdı və bu prosesi təşkil etmişdi, qərar qəbul prosesini təşkil etmişdi. Ondan bağlı bir çox deməli adamlar da həbs olundu və s. Və yaxud da Russiagate deyilən bir yenə də cinayət tərkibli bir deməli dosya açılmışdı. Burada da nə idi? Rusiyanın deməli Avropanın Səsi adlı saytı vasitəsilə Avropa Parlamentinin seçkilərini təsis etmə, Avropa parlamentarlərinin öz maraqları naminə istifadə etməklə bağlı bir fəaliyyət var idi. Bunun da həmin Belçika deməli polis açdı. Çoxlu sayda belə misallar gətirmək olar. Ailə deputatlardan bağlı bir çox deyək ki, məhkəmə işləri var. Ona görə də mən düşünürəm ki, artıq burada bu qədər fakt ortadaykən Belçika hakimiyyətinin və yaxud da aidiyyatı digər qurumların buna səssiz qalması mümkün deyil. Qalmamalıdırlar da. Azam doğru qeyd edirsiniz. Təbii ki, bu məsələ araşdırılmalı bir məsələdir. Faktlarla ortadadır, amma bunu məsələn Belçika hakimiyyəti də bunu artıq təsdiqləməlidir bu faktları. Və bu şəxslər ayrı-ayrılıqda nə dərəcədə təhlükə ola bilər bundan sonra regiona, Azərbaycana, eləcə də Ermənistana? Mən sizə deyim, başqa bir misal deyim. Elə həmin o kamponun etirafından. Nə deyir? O deyir ki, mən bundan sonra fəaliyyətimi ABŞ-dakı erməni diasporadan davam etdirəcəm. İndi gəlin ABŞ-dakı vəziyyətə baxaq. Heç mən keçmişə demirəm. Məsələn, Bob Menendezdən bağlı mən məsələləri demirəm ki, biz bunu bilirik. Bob Menendez elə məhz o kampo kimi adamların tərkib hissəsində birgəcə koordinasiya edirdilər. Məsələn, sizə deyim ki, məsələn, adını çəkdiyim deməli Yunanistandan olan deputat, o vitse-spiker olan Kayl, Bob Menendezdən fəaliyyətini tam şəkildə, həm ahəng şəkildə qurmuşdu. Məsələn, biri tweet yazırdı Azərbaycan əleyhinə, digəri dərhal onu retweet edirdi və bununla da bir-birinə siyasi dəstək verirdilər. Bunu qoyaq bir tərəfə. İndiki vəziyyətdə iki faktı mən qeyd etmək istəyirəm. Bax, sual olunur, necə oldu ki, New York'un meri təzə seçilmiş, Zohran Menendyan səhv etmirəmsə, ola bilsin soyadını tam xatırlamadım. Bu yaxınlarda qondarma erməni soyqırımından bağlı bir bəyanat verdi. Burada Türkiyəyə qarşı olan o haqsız iddialar falan öz yönündə, amma Azərbaycana hücum etdi. Faktiki olaraq Azərbaycanı Qarabağda soyqırımda ittiham etdi. Orada olan o beynəlxalq cinayət törətmiş caniləri azadlığa çıxmasını tələb etdi. Orada güya dini abidələrin Qarabağda deməli məhv edildiyini, güya ermənilərin olan o keçmiş irsinin deməli aradan qaldırdan bağlı çox sərsəm iddialar səsləndirdi. Və ondan bir ay öncə siz fikir verdinizsə, ABŞ-ın dini etiqad azadlığı ilə bağlı bir komissiyası var. Həmin komissiyada Azərbaycanla bağlı 2025-ci ildə bağlı dini etiqad azadlığına bağlı bir bəyanat verir, hesabat verir, eyni narrativləri orada səsləndirir. Azərbaycanda güya ermənilərə qarşı baskı var və s. Və yaxud da Avropa Parlamentinin o korrupsiyalaşmış o şəxslərinin bu yaxınlarda və dünən elə qəbul etdiyi qətnamədə də yer gəlmişkən Ermənistanda demokratik institutlardan bağlı qəbul etdiyi, yaxud da demokratik müqavimətlə bağlı qəbul etdiyi bir qətnamədə biz Azərbaycanla bağlı müddialar var. Orada da yenə də həmin o
köhnə dırnaqarası o narrativdə səsləndirir ki, Azərbaycan həmin o caniləri azad etməlidir və s. Bax, sual olur, necə ola bilər ki, Amerika, həmin o New York meri, konkret nümunə, gəlir o Avropa deməli, dini etiqad azadlığından bağlı komissiya, deməli, orada da onların şəbəkələri var. Təbii ki, Avropa parlamenti bundan zaten anti-Azərbaycan, anti-Türkiyə yuvasıdır, məkanıdır. Yəni buna görə də bugün bu fəaliyyət açıq şəkildə davam etməkdədir. Biz düşünməyək ki, o kompa bununla məsələni bitirdi. Ona görə də mən bir daha qayıdıram bu hüquqi siyasətdir. Siyasi və tərəfi bəllidir. Yəni biz burada münasibətimizi bildiririk. Azam bəy, belə siz məsələnin hüquqi tərəfinə keçməmişdən öncə də düşünürəm ki, sualım da bununla bağlıdır. Bu şəxs beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olub və kiçik bir vəzifədə baş deyil. Prokuror olub, bəli. Və indi bunun bu cür çirkin planlar qurması həmin sistemə nə dərəcədə təsir göstərir? Çox maraqlı bir sualdır. Çox maraqlı sualdır. Hesab edirəm ki, bu həm də bir hüquqdan daha çox hüquqi tərəfi o başqa bununla var. Amma həm də bunun siyasi və etik tərəfi var. Demək ki, bu adam əgər indiki fəaliyyəti açıq şəkildə göstərsə, nə qədər mənəviyyatdan, hüququn aliliyindən, qanunun aliliyindən uzaq olduğunu, nə qədər korrupsiya meyl olduğunu, nə qədər korrupsiya bulaşdığını göstərdiyini özü bunu etiraf etdi. Demək ki, bu adamın yapısında, bu adamın zehniyyətində bu var imiş. Onda mən hesab edirəm ki, onun qəbul etdiyi qərarlar da bugün mübahisələndirilməlidir. Necə ola bilər ki, belə bir zehniyyətdə olan bir adam o vəzifədə işlədiyi vaxtı məhz dürüst olubdur, qanunun aliliyinə, prinsiplərinə əməl edibdir. Yəni, bu cür insana ola bilmir. Sən deyək ki, keçmişdə bir dövrdə sən ədalətli olursan, haqlı olursan, özünün mənəvi dəyərlərinin olur, əxlaqi keyfiyyətlərinin olur. Bir müddət sonra onlar degradasiya uğrur. İnsan belə olmur. Ya insan keyfiyyətli olur, ya keyfiyyətsiz olur. Deməli, bu adam, bu cür adamlar bugün beynəlxalq məhkəmə sistemində olmamalıdırlar. Bunlar, məsəl üçün, mən düşünürəm ki, Beynəlxalq Cinayət Məhkəməsi, indi bilmirəm, orada bununla bağlı etik komissiyalar yəqin ki var, bundan bağlı düzdür, keçmişdəki olan fəaliyyəti, yaxud da ondan keçmiş əməkdaşdan bağlı hər hansı bir prosedur qərarları verə bilməzlər, amma, yəni intisam tədbirlə görə bilir. Amma istənilən halda ən az bu formada buna bir münasibət bildirməlidirlər, buna bir təəssüflənməlidirlər ki, bizim keçmiş əməkdaşımız bugün bu cür dərəduzluqla məşğuldur, bu ki cinayətlə məşğuldur. Və yenə də BMT-nin bir qurumu. Bəli, cinayətkarlıqla mübarizə aparmalı olan bir şəxs bugün faktiki olaraq korrupsiya cinayətinə batıbdır. Və bugün təkcə korrupsiya dediyim kimi yox, bugün dövlətlərin daxili işlərinə qarışaraq, orada hakimiyyət dəyişikliyi kimi çox ağır bir cinayət etməklə məşğuldurlar. Ona görə də əlbəttə bunlara mütləq münasibət bildirilməli. Bir də, siz BMT-ni dediniz, mən təəssüf edirəm ki, bir daha bu cür fakta göstərir ki, beynəlxalq sistemin bugün belə bir bərbad vəziyyətə gətirib çıxmasında, bəli, həm də bu cür yaramaz kadrları dırnaqarası, bu cür o mənəviyyatdan, siyasi əxlaqdan kənar, bu cür başqa lobbilərin əlində alət olmaq kimi o rəzil vəziyyətə düşən insanlar da məhz beynəlxalq hüququn bu cür işlək olmayan vəziyyətə gəlməsində, belə bir vəziyyətə düşməsində öz mənfi rolunu oynayıbdır. Buna təəssüf etmək lazımdır. Amma bir daha ona qayıdıram ki, Namilə xanım, bu birinci bir daha bizim cəmiyyət üçün, bizi dinləyənlər üçün bir daha bir çağrıdır, bir siqnaldır. Və bir daha təkrar etmiş, bu həm də erməni xalqı üçün, Ermənistan dövləti üçün də bir daha bir çağrışdır ki, onlar da anlasınlar, ayılsınlar ki, bu Menendezlər, bu Okampalar, Josep Borrelllər, nələr, onları sevdiklərindən, onlara qarşı rəğbət bəslədiklərindən, onlar dırnaqarası müdafiə edib Azərbaycana qarşı hücumlar təşkil etmirlər. Onların özlərinin şəxsi və çirkin niyyətləri və planları var. Və bayaq da deyirəm, bir daha deyirəm, bugün erməni lobbisinin yaşamasının tək səbəbi onun bu cür, belə deyək də, çirkin proseslərdən qidalanmasıdır. Əgər bugün konflikt münaqişə yoxdursa, bugün Ermənistanda Azərbaycan Ermənistan sülh əmin-amanlıq varsa, artıq münaqişə aradan qalxıbsa, o zaman bunların nə mənası qalır ortaqda qalmaqla? Onlar gedib bəyəm, mədəniyyətimi təmsil edəcəklər, yaxud da sülhümü təbliğ edəcəklər, xeyr. Ona görə də bunlar bir ayaq olmalıdırlar və mən bir daha ona qayıtmaq istəyirəm ki, bugün ətraf dövlətlərdə açıq şəkildə bu prosesdə təəssüflər olsun ki, iştirak etməklə və
bir də ona qayıdıram. Azərbaycanın bugün Avropa İttifaqından imzaladığı enerji layihələrini hədəfə almaqla deməli Azərbaycanın bugün bu prosesdə qarşısını almaq istəyir. Amma baxın, mümkündür. Son elə 3-4 həftədə baxın, Avropanın aparıcı ölkələrinin rəhbərləri ardı-ardına Azərbaycan səfər edirlər. Litvanın baş naziri, Polşanın, deməli Çexiyanın və bu yaxınlarda İtaliyanın baş naziri gələcək, Ukraynanın prezidenti gəldi və bundan sonra daha genişlənəcək bizim əlaqələr. Buna nail ola bilirlərmi? Bunun qarşısını ala bilirlərmi? Xeyr. Azərbaycan onsuz da özünün bütün strateji hədəflərinə çatıbdır və digər hədəflərinə çatmaqda israrlıdır və Azərbaycan dövlətinin də prezidentinin siyasi iradəsi kifayət qədərdir və Azərbaycanın dövlətinin həyata keçirdiyi bu siyasəti də Azərbaycan xalqı tam şəkildə dəstəkləyir. İndi bunlar düşünün ki, 30-40 il artıq geridə qalıblar, biz artıq bu prosesin önündəyik və heç bir formada bizim işimizə təsir edə bilməyəcək. Nə Avropa Parlamentinin qətnamələri, nə də bu cür belə deyək, korrupsiyalaşmış siyasətçilər. Təşəkkür edirəm sizə Azay müəllim. Çox sağ olun. Bir daha xatırladım ki, qonağı millət vəkili Azay Quliyev idi. Biz Azay müəllimlə məhz elə BMT-nin beynəlxalq deməli Cinayət Məhkəməsinin sabiq direktoru Luisa Campbell'un və onun oğlunun törətdiyi əməllər barədə danışdıq.